Siz bir ara belə məktəbdə belə bir situasiya yaranır da, baxırdın ki, biri 3 alır, biri 5 alır. Amma məktəbi qutarandan sonra bu 3 alan, bu 5 alandan daha uğurlu başlayır olmalı. Çünki məktəbdə deyək ki, o adama tort bişirməyi tapşırırlar. Bu adam yaxşı tort bişirən deyil, amma çox yaxşı bina tikəndir. Bu adam məktəb vaxtı onun vəzifəsi tort bişirməkdir deyə, tortu bişirmək də bunun bacardığı bir şey deyil deyə, tortu bişirə bilmir. Məzun olduqdan sonra gedir öz işinin dalıyca öz bacarığını, özünü tapır, daha uğurlu olur. Və ya, indi bayaq nədən mən nümunə göstərdim. Müəllim deyək ki, danışdığını daha yaxşı danışaraq fikrini ötürə bilir. İndi təsəvvür edin ki, bizim aramızda bir antenalar var da, düzdürmü? Radio qoşuruq, düzdürmü? Radionu müəyyən bir frekansa ayarlayırıq. Həmin frekansı sizin antenanız tutursa, o radio sizin şəbəkənizə qoşulur. Düzdür? Məsələn, neçəsə FM-i qoşursunuz, həmin radio istasyonundan yayılan dalğa sizin antenanıza ayarlandığı zaman həmin radionun səsini eşidirsiniz. Frekans dəyişəndə səs də dəyişir, başqa radioya keçir. İndi müəllimi bir radio kimi düşünün, siqnal ötürən kimi düşünün. Müəllim coğrafiyanı tədris edir, ədəbiyyatı tədris edir, riyaziyyat tədris edir, fərqi yoxdur, dil öyrədir, heç bir fərqi yoxdur. Müəllimin yaydığı bir frekans var. Bu adam ya görüntü ilə öyrədəcək, ya səslə daha yaxşı öyrədəcək, ya kinestetik daha yaxşı öyrədəcək. Sinifdəki uşaqlarda fərqli-fərqli antenalar kimi düşünün. O antenaların hansı müəllimin stansiyasına qoşulursa, o onun dalğasını tutur, onun danışdığını öyrənə bilir. Kimin stansiyası ona qoşula bilmirsə, dalğası, antenası qoşula bilmirsə, o onu başa düşmür. Ona görə də çox öz məktəb vaxtımızda da müşahidə etmiş olarıq ya da real indi həyatımızda görə bilərik. Adam deyək ki, zəif oxuyur. Adam dil öyrənə bilmir. Adam heç bir şey öyrənə bilmir getdiyi kursda. Sonra bir gün bu adamın müəllimi dəyişir. Müəllim dəyişəndən sonra əvvəl yaxşı oxuyanlar başlayır pis oxumağa, əvvəl pis oxuyanlar başlayır yaxşı oxumağa. Nə oldu? Heç sual olunmurmu ki, burada nə baş verdi? Çünki informasiyanın giriş və çıxış kanalları dəyişir. Əvvəl o dəliyə girən açar, indi girmir.